Düşmən səngərindən səsi gəlib, onların əməliyyatlarının üstünü açıb, fəaliyyətlərini lentə alıb, əsir gətirib. Bir sözlə film kimi hərbi həyat yaşayan qəhrəmanımız. Bu həyatın sonu ölümün ən gözəli, şəhadətlə yekunlaşdı. Raquf Orucov Ağdam rayonunun Cinli kəndində anadan olub. Anası Raya xanım 1993-cü il iyunun 12-sində kəndləri işğal edilərkən şəhid olub. Bu Raquf Orucov üçün dönüş nöqtəsi olub. Həyatını hərb sənətinə bağlamağı qərar alıb. Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbini bitirir. Murov istiqamətində kəşfiyyatçı kimi hərbi tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirir. Raquf Orucov həqiqətən kəşfiyyatçıların gözü və kəşfiyyatçıların vuran ürəyidir. Murov qartalı, yəni Murov dağı elə bir dağdır ki, oradan baxanda, biz buradan baxanda buludları görürük, amma Murov dağından baxanda buludlar sənin ayağının altındadır. Hərbi kəşfiyyatın bütün sirlərinə malik olan Raquf Orucov erməni dilini də yaxşı bildiyindən iştirak etdiyi əməliyyatlar bir qayda olaraq uğurla nəticələnir. İşğal altında olan Kəlbəcərdə Ermənistanın hərbi hissəsinə girir. Onların səhər düzülüşünü, eyni zamanda hərbi hissənin korpuslarını, Azərbaycan tərəfə lazım olan bütün vacib elementləri və nöqtələri videolentə alır. Eləcə də yüksək rütbəli zabitləri əsir götürür. Düşmən arxasına keçəsən, orada düşməni tapşırığa baxır da, əsir tutasan və yaxud da ki, onların fəaliyyətini lentə çəkəsən, onların tapşırıqlarını, xəritəsini götürüb gətirəsən, onların döyüş tapşırığını bilə. Bunlar ürək tələb edir, bunlar canla, cüssəylə deyil. Bunlar hamısı ürək tələb edir. Ürəkli olmaq, o da Raqufda var idi. 2016-cı ilin aprel ayının əvvəlində polkovnik leytenant Raquf Orucov sonuncu döyüşünə qatılır və şəhid olur. Aprelin 5-i Sumqayıtda keçirilən dəfn mərasimində minlərlə insan iştirak edir. Xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilib. Şəhidlik zirvəsinə ucalan, adı tarixə yazılan qəhrəman hərbçilərimizdən biri də Cəlilabad rayonundan olan Röyal Nəsirovdur. Röyal Cəlilabadın aprel döyüşlərində şəhid olan tək hərbçidir. Atası İmran Nəsirov deyir ki, oğlu Tərtərin Qapanlı kəndi ətrafında gedən döyüşlərdə düşmən cəbhəsini yarıb irəli gedənlərdən biri olub. Çiynindən yaralansa da döyüş meydanından çıxmayıb. Həm yaralı yoldaşlarına kömək edib, həm də döyüşüb. Qəhrəman hərbçimiz düşmən snayperinə tuş gəlib və şəhidlik zirvəsinə ucalıb. Mənim balam nəinki Azərbaycan, bütün dünyada mənim başımı dik elədi, alnımı açıq elədi, üzümü ağ elədi. Vallahi mən yenə deyirəm, mən balamla fəxr edirəm. Cəmi balalarımızla, şəhidlərimizlə mən fəxr edirəm, mənim qürur yerimdir. Röyal Nəsirov ölümündən sonra hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medal ilə tərtib olunub. Röya Qarabağlı, Qeysər İmam, Valid Bəxtiyaroğlu, Şahin Həsənov, AzTV xəbər.